Salam, hər vaxtınız xeyir olsun, Maçlar əmlak izləyiciləri. Yenə də mən və əməkdaşım Sübhan bəy. Mən də sizi salamlayıram, hər vaxtınız xeyirli olsun. Savalanda 28 nömrəli məktəbə 600-500 metr məsafədə Gözəl bir belə bir 2 mərtəbə evimiz çıxıb satışa. 3 sotun üzərində. Kupçalı və təqdim edəcəm. Gedək göstərim. Danışmaqla İnşallah təqdim edəcəyik. təqdim edək. Marşrutdan 500 metr məsafəsi var, məktəbdən hardasa bir 600 metr. Həyətində belə bir sanuzeli var, amma təmirsizdir, təmir olunmalıdır. Həyətində də ki, indi gördüyünüz kimi meyvə ağacları da var. Evin həyəti arxa hissəyə düşüb, yəni giriş isə ayrıdır. Giriş isə ayrıdır. Qabağında bir obyekt yeri də var, qaraj kimi də istifadə eləmək olar. Və buradan indi sizə göstərim. Orada bir yuxarıda balaca bir balkonu da var. Hər iki tərəfdə və burada da eynisindən. Hər iki tərəfdə balkonu var. Və keçək içəridə. İnşallah. Göstərib təqdim edək sizə. Deməli, evim mətbəxi. Mətbəxidir. Gelin bakın, bir kapağı düşüp koymuşam öyle yerine. Yanında. Bura dəhliz sistemi. Dəhliz hissəsidir. Material əməkdaşlarımız, bura qonaq otağı. Və evin sahibi bizim Ağbirçəyimiz, nənəmiz. Allah canını sağ eləsin. Allah can sağlığı versin. Deməli, buradakı bir Demək olar qarajdır. Əsas giriş hissəsi buradır. Giriş hissəsinə baxın. Və qabaq tərəfini göstərək. Qabaq tərəfində də market kimi nəzərdə tutulub. İçərisi demək olar hazırdır. Yəni kim nəsə istəsə, market istəsə, nə eləmək istəsə düzəldə bilər. Bu da evin giriş hissəsidir. Keçək evin suyu, işığı, bütün kommunal xətləri var. Keçək evi təqdim edək. İstifadə olunur. Keçək inşallah. İkinci mərtəbə. Və buranı da göstərək. Bayaq market dediyimiz yeri. Özü mən qeyd edeyim ki, monolit betondur ya. Ha, beton monolitdir, bəli. Beton monolitdir. Şəxsi tikilir, tam keyfiyyətlə tikilir. Və qalxaq ikinci mərtəbəyə. Pləkanın altında kladovka Kladovkası var, oranı göstərək. Pləkan da çox boşdur, bərkdir. Və keçək balkon bayaq dediyimiz hissəsini göstərək. Hər iki tərəfdə balkon var. O tərəfi göstərərdim, zəhmət olmasa. Eynisi də oradadır, pürüsdə indi orada dipçək olduğuna görə biz keçə bilmirik. Və keçək yataq otaqları göstərək. İkinci mərtəbənin giriş hissəsi dəhlizdir və 3 yataq otağı, bir zal. Zəmin olması qardaşım, oranı göstərək yataq otağını. İstilik sistemi kombidir. Hə, istilik sistemi kombidir. Tam keyfiyyətlə tikilmiş evdir. Burada ikinci yataq otağını göstərək. Qapılar da keyfiyyətli qapılardır. Hə, keyfiyyətli qapılardır. Burada ayrı-ayrılıqda ayrı-ayrılıqda sanuzeli var, buranı göstərək. Buranı da göstərək. Burada da ki, koridor sistemi ediblər, əl yumağa yer. Qeyd edək ki, həm də satışda əşyaları da danışmaq mümkündür. Əşyalar indi ev sahibi tərəfindən danışır və böyük yataq otağını göstərək. Orada bir yataq otağı. Və keçək ikinci mərtəbədə zalı göstərək. Sübhan bəy, zalı göstərin zəhmət olmasa. Bura isə evimizin zalı. Ev ümumilikdə hardasa 220 çox olar. Hardasa 250 kvadrata yaxındır. 250 kvadrata yaxındır. 250 kvadrata yaxındır. Kombi sistemidir. Sistemi. Sənəd kupçadır. Real alıcı olarsa ev tərəfi sahibinin tərəfindən endirimimiz var. Böyük məbləğdə endirim olunacaq. Əsas qiyməti nə deyək? Əsas qiymət də ki 140 min manat. Startın qiymətdir. Əşyaları yenə deyirəm, ev sahibidir ki, danışmaq müştəri olarsa biz danışarıq onu. İndi əşyalardan nə qalacaq? Yəni sözsüz ki, mətbəx
Mebel qalacaq, kombilər qalacaq, kondisioner qalacaq. Və Əlavə söhbət əşyalar gedir var, əşyalardan. Yataq dəstindən, bir də zalın dəstindən. Buyur. Əlaqə nömrələrimiz səhifədə qeyd olunur. Qeyd olunur. Yəni Sən də öz nömrəni mən də öz nömrəmi qeyd edeyim sizə. 070 222 35 61. Məndə isə 050 320 29 09. Əgər sizin də əmlakınız varsa, biz kömək edə Satmaq bilərik, sata istəyirsinizsə və yaxud bilərik. da almaq istəyirsinizsə, Bizim bizimlə əlaqə müraciət edin. saxlayın, Bəli. köməklik göstərək. Səhifəmizi izləməyi, videoları bəyənməyi, paylaşmağı unutmayın. Allah Sağ olun. satanı da xeyir versin, alanı da. Sağ olun. Amin inşallah. Sağ olun.